Neçə yaşın var? Oynamaq istəyirsən? Sənin yaşında uşaqlar region liqasında hoqqa verirlər, hoqqa. Nə gözləyirsən? Dur gəl də, Real Futbol Akademiyasına, sən də ol reallı. Ola bilər, indi bəlkə də fikirləşirsən ki, əşin geçsən birdən məni götürməzlər. Bax, inan mənə, mənim bir dəfə bura gəlib, buradan bir video çəkmişəm, paylaşmışam. Həmin o paylaşımdan sonra, bax, Fərşad həmin o paylaşımı görüb bura gələnlərdəndir. Müəllimlər sağ olsunlar, həm müəllim kimi yanımızdadır, həm də bütün çətinliklərdə bizə yardımcı olurlar. Təbii ki, biz də onların qəhrəsini yerə vurmamağa çalışırıq. Şəxsən klubsuz qaldığım vaxtda sizin videonuzu TikTokda gördüm və Real Futbol Akademiyasına yaxınlaşdım. Yoxlanışlardan uğurlu şəkildə qəbul oldum və disiplinli məşqlərimizə davam edirik. Hər kəsi də dəvət edirik. Hələ eşit gör klubun rəhbəri Real müəllim nə deyir? Respublikada 3-5 min uşaq var ki, 14 yaşa çatandan sonra hansı ki Respublika çempionatında çox komandalar oynamadığı üçün qıraqda qalırlar. Bizim klubda belə bir xüsusiyyət var ki, aşağı yaş qrupundan 14-15 yaşa kimi gəldikdə istər region liqası olsun, istər mini futbol Azərbaycan çempionatı olsun, istər yüksələcək, inşallah qismət olsa divizyon olsun və 14-15 yaş uşaqlar orada iştirak edəcək. Hansı ki, bu gördüyünüz uşaqların yaş ortalaması 14-16 yaşdır. Bunlar region liqasında bu yıl artıq 6-cı qələbəsini qazanıblar, 18 xalları var. Yəni, yaşları az olsa da ideal formada futbol oynayırlar. Kim özünə inanırsa, güvənirsə, bizim vaxtımızı almamaq şərti ilə gəlsin. Əgər uşağın potensialı olacaqsa, biz o uşağı qəbul edəcəyik. Yox, əgər potensialı yoxdursa, gəlib bizim vaxtımızı da almasın. Səndən bir xahişim var. Başa düşürəm, maraqlıdır. Ancaq, qardaş, mənə yazıb eşlə soruşma. Bax, klubun rəsmi səhifəsini tağ eləyirəm həmin o videoya. Gir ora yaz. Ora yazılanların inan mənə hamısına cavab verəcəklər. Sən əgər özünə inanırsansa, dur, geyin, keçin, gəl. Uğurlar uşaqlar.